Xoş gördük. Baxın, təsəvvür edin ki, çoxdan gözlədiyiniz, biletlərini aylar öncə aldığınız nəhəng bir teatr tamaşasına gedirsiniz. Yəni o cür böyük, möhtəşəm bir premyera. Tamamilə düzdür. Amma premyeraya cəmi 40 gün, yəni bir aydan biraz çox vaxt qalmış, başrol ifaçılarının yarısı xəstələnir. Vay, bu bütün senaryo üçün tam bir fəlakətdir. Elədir ki, var. Bugünkü ətraflı təhlilimizdə düz 2016-cı il Dünya Çempionatı ərəfəsində futbol dünyasını sarsıdan zədə böhranını müzakirə edəcəyik. Komandaların planları necə alt-üst olur, bunu araşdıracağıq. Bilirsiniz, bu vəziyyət qəfil yaranmış bir şanssızlıq zənciri deyil. Arxasında birbaşa biologiya və idman təbabəti dayanır. Müasir futbolda mövsüm cədvəli o qədər sıx və amansızdır ki, oyunçulara maçlar arasında o lazımi 72 saatlıq bərpa pəncərəsi ümumiyyətlə verilmir. Yəni bədən dincəlmədikdə zədələr qaçılmaz olur. Bəli, əzələ liflərindəki o mikro yırtıqlar sağalmaq əvəzinə daha da böyüyür. Oyunçuların fiziki hübudları artıq tükənib əzələlər yüklənməyə sadəcə tab gətirə bilmir. Və biz bu limitlərin aşıldığını indiki təsdiqlənmiş itkilər siyahısında açıq-aydın görürük. Rodrigo, Ekitike, Gnabry, Xavi Simons, Militao. Bu oyunçuların turniri buraxacaqları artıq rəsmiləşib. Çox böyük itkidir. Amma məni düşündürən başqa bir detal da var. Yaxşı qurulmuş komanda mürəkkəb bir saat mexanizmi kimidir. Bir ulduzu mexanizmdən çıxaranda saat sadəcə yavaş işləmir, bütün mexanizm dayanır, elə deyil. Düzdür, məsələ təkcə dayanmaq deyil, yaranan o domino effektidir. Gəlin elə Militao'nu misal çəkək. Braziliya millisinin müdafiədən hücuma o sürətli keçid taktikası var ha, bax o birbaşa onun topla irəlilənməsi üzərində qurulub. O yoxdursa, bütün müdafiə xətti sinxronluğunu itirir. Tam olaraq, Almaniya və Niderlandın mərkəzində dinamikanı tənzimləyən Xavi Simons üçün də eyni vəziyyətdir. Bu o deməkdir ki, məşqçilər illərlə güvəndikləri taktikanı bir kənara atıb, hər şeyi yenidən sıfırdan qurmalıdırlar. Özü də turnirə cəmi bir ay qalmış. Bəs milli komandalar niyə tək-tük ulduzlardan belə asılı vəziyyətə düşüblər? Bu aslılıq daha çox resursla bağlıdır. Yəni, doğrudanmı bir nəfərin yoxluğu komandanın ehtiyat planını belə mümkünsüz edir? Çünki siyahıda aqibəti qeyri-müəyyən olan başqa super ulduzlar da var axı. Milli komandaların klublardan fərqi odur ki, onların ehtiyat planlar üzərində işləməyə aylarla vaxtı olmur. Onlar mövcud ən yaxşı resursa dərhal uyğunlaşmalıdırlar. Və ən pisi də elə məhz bu qeyri-müəyyənlikdir. Məsələn, götürək Məhəmməd Salahı. Bəli, onun bu dəzələsində problemi var idi. Elədir. Bu zərdələr çox hiləgər olur. Oyunçu özünü tam hazır hiss edə bilər, amma tək bir ani sprint hər şeyi məhv edər. Və ya Kylian Mbappé, zədəsinin ciddiliyi hələ tam bəlli deyil. Bu məşqçi üçün əsl kabusdur. Məşqçi bilmir ki, planı onun sürəti üzərində qursun, yoxsa fərqli sistemə keçsin. Bəli, bu tərəddüd bütün hazırlıq prosesini kilidləyir. Yeri gəlmişkən bu qeyri-müəyyənlik dalğasına indi Real Madridin gənc ulduzu Arda Güler də qoşuldu. Alaveslə oyunda zədələndi. Klub üçün mövsümü başa vurduğu açıqlandı. Kənardan baxanda deyirsən ki, vəssalam, bu qədər ciddi zədalan oyunçunun dünya çempionatı xəyalları da bitdi. Zahirən fəlakət kimi görünür, razıyam. Amma tibbi protokollar klub və milli komanda üçün biraz fərqli işləyir. Arda'nın zədəsi La Ligada bir daha risk edilməyəcək qədər ciddidir. Lakin çempionatın başlama tarixinə qədər olan o 4 həftəlik reabilitasiya pəncərəsinə tam uyğun gəlir. Doğrudan. Yəni, Türkiyənin ümidləri hələ yaşayır. Mütləq. İlkin qiymətləndirmələrə görə, sıx reabilitasiya proqramı ilə onun birbaşa turnirin startına hazır olacağı gözlənilir. Deməli, xəstəxanalar və reabilitasiya mərkəzləri hazırda dünya çempionatının görünməyən döyüş meydanlarına çevrilib. Tip qrupları rəqiblərlə yox, zamanla yarışırlar. 100%. Reallıq odur ki, turnirə çox az vaxt qalıb və siz ekran qarşısına keçib oyunları izləməyə başlayanda fərqli mənzərə görəcəksiniz. O aylar öncə kağız üzərindəki ideal heyətlər yox, ayaqda qalan, məcburiyyətdən dəyişdirilmiş versiyalar meydanda olacaq. Siz turniri izləyərkən hər maçın arxasında əslində hansı itkilərin dayandığını artıq bilirsiniz, amma yekunlaşdırarkən beynimdə o ilk bənzətməmizə, yarımçıq qalmış premyeraya qayıdıram və sizə belə bir sual vermək istəyirəm. Buyurun.
Əgər klubların bu cür gərgin cədvəli ən yaxşı oyunçuları dünya çempionatı kimi nəhəng səhnələrdən məhrum edirsə, bəlkə də milli futbolun keyfiyyətini qorumaq üçün daxili çempionatların formatını kökündən dəyişməyin vaxtı artıq çatıb. Bu barədə bir qədər düşünün.